ilk önce onu demek isterim ki egzozom ve kök hücre eyni değil. Yani egzozom ayrı bir preparattır. Hansı ki tərkibində böyüme faktoru var. Bəli, yeniləyir, bərpa edir. Mən özüm də özümdə istifadə edirəm. Pasientlərdə də yeni tüklərin çıxması üçün də, dərinin regenerasiya bərpası üçün də çox istifadə olunur. Kök hücre isə digər bütün prosedurlardan fərqli olaraq dünyada ən çox belə deyim, yayılan estetik kosmetologiyada ən çox məşhur olan və təbii effekt verən prosedurdur ki, kök hücre var, canlı hücre var. Yəni bunun fərqi odur ki, canlı hücre var deyə böyümə, bölünmə, regenerasiya çox güclü, sürətli olacaq. Bunu nəinki biz üz nahiyəsində, saç tökülməsində, diz oynaqlarında, patologiyada, əllər, boyun, dekoltə, yəni bu kosmetoloji hissə sayılır və digər ağır xəstələrdə, hətta belə deyərdim, çarəsi mümkün olmayan xəstəliklərdə ən son çarə kimi, məsələn, reumatoid arteri xəstələri, ümumiyyətlə autoimmun xəstəliklər ömür boyu bir ömür metpiridlə, yəni ümumiyyətlə hormonal preparatlarla yaşaması lazım olan xəstəliklər idi son dönəmlərə qədər, kök hücre olana qədər və günümüzdə təəssüflər olsun ki, bugün də məsələn dünən müraciət edən bir xəstəyə anamnez toplarkən şahid oldum. Doktor, çox yaxşıyam, ağrılarım keçdi. Hormonal preparatlarla bəli, 3 ay içində çox yaxşı vəziyyət olur. Amma xəstəliyi kökü həll olmur, səbəb həll olmur və xəstə hormonal preparat içdiyinə görə həddindən artıq aşırı piylənmə, kökəlmə ilə müşahidə olunur. Mədə sistemi, həzm sistemi, mədə bağırsaq tamamilə korlanır mütləq şəkildə. O dərmanları qəbul edən pasiyent mədə qoruyucu mütləq şəkildə qəbul etməlidir və uzun müddət mədə qoruyucu qəbul etdikdə isə bizim qanımızda dəmirin miqdarı aşağı düşür. Yəni bunlar hamısı bir-biri ilə zincir kimi belə deyim, bağlı olan prosedurlardır. Ona görə bu xəstələrdə ən ideal variant kök hücrədir. Yəni uzun müddət dərman preparatı qəbul etmədən sadəcə bu xəstəliklər autoimmun, yəni bir neçə patoloji oynağın deyim, orqanizmin deyim bir neçə 2 və daha artıq patologiya olduğuna görə vena daxili köçürülür. Bu da artıq hüceyrə sayı pasiyentin çəkisinə görə. Məsələn, 60 kiloqram çəkisi varsa 120-150 milyon, 70-80 kiloqram arası çəkisi varsa 150-200 milyon, ən maksimal 250 milyona qədər kök hüceyrə tətbiq etdiyimiz xəstələr vardır. Vena daxili olduqda sadəcə hüceyrə sayı artıq olduğuna görə qiyməti biraz belə deyərdim, baha olur. O da yəni bizdən asılı olan bir şey deyil. Laboratoriyada yəni 7-24 nəzarəti altında çoxalan, böyüyən hüceyrələrdir. Amma ən əsası pasiyentin 5-7 il ərzində mezenximal kök hüceyrənin qalıcılığı olduğu müddətdə bu patologiyadan azad olması, bu ağrılardan və ən əsası kəskinləşmələr, pasiyentin problemlərinin səhhətində ağırlaşmaların durması baş verir və yaxşılaşma isə individual olaraq dəyişir. Amma 30% də olsa, 80%-ə qədər də olsa ən azından yaxşılaşma olacaq.